Mühüm olan həccin və qurbanın mahiyyətin anlamaqdır. Mahiyyətin anlamaq. Diqqət edirsiniz. Hər bir əməlin şəkli var, şər'i tərəfi var. Bir də mahiyyəti var. Əsli var da, əsli, kökü var. Yəni zahirdə budur, sən bir heyvan başına bıçağı vurdun, kəsdin. Bu bunun zahiri şəklidir. Tamam? Amma mahiyyət bu deyil axı. Mahiyyət başqadır. Baxız, Allah Quranda nə deyir? Onların nə əti, nə də qanı əlbəttə ki, Allaha çatmaz. Allaha çatacaq olan sizin təqvanızdır. Diqqət elədiniz. Yəni, qurban kəsdin, bağırsaqların töksün heyvanın bir qırağa, nə bilim, dərisini soydun filan, qana axdı. Allaha çatan bu deyil. Allaha çatan bu deyil. Allaha çatan nədir? Allaha çatan təqvadır. O təqvanı yerinə yetirmək də Allaha yetişən. Bu xüsusda həccin mahiyyətin bütün incəlikləri ilə çatdıran bir dənə hədis oxuyuram sizə inşallah, möhtərəm əzizlər. Ona görə bir dənə bu hədisə qulaq asın. Həccə gedəndən inşallah bu hədisdən sonra Allah onlara pul getirər, bir dənə də gedərlər həccə və dedikləri orada gedir, nə edirlər? Yerinə yetirərlər inşallah. Ümumiyyətlə, o həccə getməyin fəzilətləri çoxdur, amma insan gərək həyatında hər şeyi tənzimləsin. İmam Səccad əleyhissalam həcc ziyarətindən, onun demək qaydanda bir nəfər sahabə var, gəlir imamla görüşə, həccdən qaydanda. İmam əleyhissalam ona buyurur ki, həccə getdinmi? Tərəf deyir, bəli, ey Allah Rəsulunun övladı. İmam əleyhissalam soruşur, miqatda dayandınmı? Həcclər artıq bu adları bilir də. Miqatda dayandınmı? Tikişli paltarlarını çıxartdınmı və qusul aldınmı? Tərəf deyir ki, bəli, yəbdə Rəsulillah. İmam əleyhissalam buyurur, bəs miqatda dayandığın vaxt niyyət etdinmi ki, günah libasını çıxardıb, itaət libasını əynivə geyinirsən? Deyir ki, tərəf deyir ki, xeyr, belə demədim. Yəni, mən bir dənəsini deyim, bir dənə niyyəti deyim, qalanların hamısında birində bu əməlləri eləməmişdən var, bir dənə niyyət olur. Bir dənə deyim onu, hamısında təkrarlamayacağım. Məsələn, miqatda gəldin, deyirsən, Həccətül İslamın həcc təməttüsündə ehram bağlayıram, vacib qürbətən ilallah. Hər əməldə, Ərafatın sözünü deyirsən, minada minanın sözünü deyirsən, və s. Təvafda təvaf. Yəni, mən bunu demişəm də, deyir, bundan başqa söz deməmişəm. Amma imam nə deyir? Deyir, dedin ki, paltarları əynindən çıxardanda, bu dünya paltarın, günah paltarın əynimdən çıxardıb, əynimə təqva paltarı geyinirəm. Bunu dedimmi? Deyir, yox, demədim. İmam buyurur, tikişli paltarları çıxardanda niyyət etdinmi ki, riyakarlıqdan, nifaqdan və şək şübhəli işlərdən soyunuram. Tərəf deyir, xeyr, belə niyyət etmədim. İmam əleyhissalam buyurur, qusul eləyəndə niyyət etdinmi ki, günah və xətalardan təmizlənirəm. Tərəf dedi, yox, belə bir niyyət eləməmişəm. Yəni, ancaq şər'i tərəfini eləmişəm. Bildiniz, şər'i şəkil, bayaq demək, qurban kəsmək, bıçağı heyvanın boğazına sürtüb, onu başına ayırmaqdır. Amma bunun şər'i tərəfidir. Tərəf də bu həccə gedən də şər'i tərəflərini yerinə getirib. İmam buyurur, o zaman nə miqatda dayanmısan, nə libas çıxartmısan, nə də qusul almısan. Yəni, əgər bu niyyətləri eləməmsənsə, sən yəni şəkli eləmişsən, amma mənəvi hissəsinə fikir verməmsən. Daha sonra soruşdu, özünü təmizlədinmi, ehram bağladınmı, həcc niyyəti etdinmi? Sahabə deyir, bəli, elədim. İmam buyurur, bəs o zaman niyyət etdinmi ki, pak və ixlaslı tövbə ilə Allaha yönəlirəm? Tərəf deyir ki, yox, bunu demədim. Ehram bağlayanda niyyət etdinmi, Allahın haram buyurduğu hər şeydən uzaqlaşıram, dedinmi? Tərəf deyir ki, xeyr, belə bir söz deməmişəm. İmam buyurur ki, həcc niyyət eləyəndə dedimmi ki, Allahdan qeyrisində olan bütün bağları qırıram? Dedimmi? Sahabə deyir ki, xeyr, bu sözü də deməmişəm. İmam buyurur ki, o zaman nə paklanmısan, nə ehram bağlamısan, nə də həccə daxil olmusan. Təsəvvür edirsən. Daha sonra İmam əleyhissalam soruşdu, miqata daxil oldunmu, ehram namazı qıldınmı və təlbiyə dedinmi? Təlbiyə ləbbeyk, Allahümmə ləbbeyk, ləbbeyk, la şərikə ləkə ləbbeyk. Odur da. Tərəf dedi ki, bəli, demişəm. İmam buyurdu ki, təlbiyə deyəndə Allaha itaət və günahlardan uzaq qalmaq niyyəti elədinmi? Şibli deyir, sahabə deyir ki, xeyr. Daha sonra soruşur, hərəmə girdinmi, Kəbəni gördünmü, namaz qıldınmı? Sahabə deyir ki, bəli. İmam buyurur ki, hərəmə daxil olanda niyyət etdinmi ki, müsəlmanların qeybətindən uzaq qalacaqsan? Niyyət etdinmi? Şibli deyir ki, xeyr. Məkkəyə çatanda Allaha yönəldiyini niyyət etdinmi? Allaha yönəldiyini niyyət etdinmi? Sahabə deyir ki, xeyr.
İmam buyurur, o zaman nə hərəmə daxil olmusan, nə Kəbəni görmüsən, nə də namaz qılmısan. Görürsünüz, şəkili icra eləmişik. Şəklini icra eləmişik, şəri tərəfini icra eləmişik. Həqiqətinə görsən, mahiyyəti həqiqətdədir, bu həqiqəti var. İmam Əleyhisselam buyurur ki, Kəbə ətrafında təvaf etdinmi, rükunlara toxundunmu, Səfa ilə Mərva arasında səy etdinmi? Tərəf deyir, bəli. İmam buyurur, bu əməlləri icra eləyəndə, Səfa və Mərvada qaçanda, qəlbimin dərinliklərində dedimmi, şeytanın hilələrindən, nəfs-i əmmalənin vəsvəsələrindən Allaha tərəf qaçıram. Dedimmi? Səhabə deyir, xeyr. Bu dedikləriniz məndə yox idi. İmam Əleyhisselam buyurur, elə isə sən nə Kəbəni təvaf eləmisən, nə rükunlara toxunmusan, nə də özündən kamil bir şey göstərmisən. Sonra İmam Əleyhisselam soruşdu, Həcərül Əsvədlə görüşdünmü? Amma həclər çalışırlar buna riayət eləsinlər inşallah. En azından bu zehinlərdə olur da. Həcərül Əsvəd qara daşdır da Kəbədə, hansı ki Adəm Əleyhisselam Allah təbarəkə təala yerə göndərəndə arxasıca göndərdiyi daşdır. Sonra onun yerində Kəbə bina olundu. Kəbə də elə belə dördü, neçə gün bundan qabaq Dəhvül Ərz oldu. Deyəcək, keçən cümə idi, ya şənbə idi, keçən şənbə. Dəhvül Ərz, yəni yerin döşənməsi. Allah təbarəkə və təalanın yer kürənin yaratması var, yer kürəsini yaradıb. O hardan başlayıb yaranmaq? Ona Dəhvül Ərz günü deyirlər. Kəbənin altından başlayıb. Kəbənin altından döşənməyə başlayıb yer kürəsi. Həmən o daş ki, ora gətirib qoyulmuşdu və Kəbə tikildikdə onun bir hissəsinə qoyuldu. Sonra çox xüsusi bir şeydir də o daş səmadan gəlib və Allahın beyət əli hesab edilir. Allahın beyət əli sayılır. İmam soruşur ki, Həcərül Əsvədlə görüşdünmü? Məqam-ı İbrahimin qarşısında dayandınmı? 2 rükət namaz qıldınmı? Dedi, bəli. Bu an İmam Əleyhisselam ah çəkdi, fəryad elədi və buyurdu, ah, ah, əlvi qara daşa qoyub görüşən şəxs əslində uca Allahla görüşmüş şəxsdir. Uca Allahla görüşmüş şəxsdir. Ona görə bax və yaxşıca diqqət et ki, Allah dərgahında hörməti çox böyük olan bu əməlin savabını puç eləməyəsən. Yəni, əlvi onun içinə qoyanda beyyət etsən, Allaha söz verirsən ki, qutardı mənim da, keçmişimlə əlaqədar pis əməllərin hamısı. Söz verirsən, beyyət edirsən. Günahkar şəxs kimi üsyan və azğınlıq yoluna çıxmayasan, Allahın əmrinə qarşı çıxmaqla və haramlardan çəkinməməklə, Allahla görüşməyin dəyərini əldən verməyəsən. Diqqətli ol, Allahla yəni görüşmüsən. Onunla bağladığın əhdi pozmayasan. Sonra İmam Əleyhisselam buyurdu, İbrahim məqamında dayandığın zaman niyyət etdinmi ki, hər bir itaat əməli üçün ayağa qalxırsan və hər bir günaha arxa çevirirsən? Şibli deyir, yox. İbrahim məqamında 2 rükət namaz qıldığın vaxt niyyət etdinmi ki, İbrahim Peyğəmbər kimi namaz qılıram və bu namazımla şeytanın burnunu torpağa sürtürəm. Bunu dedinmi, niyyət etdinmi? Səhabə deyir, yox. İmam buyurur, elə isə nə o məqamda dayanmışsan, nə də orada namaz qılmışsan. Sonra İmam Əleyhissalatu vəssalam buyurdu, ayılın yuxudan, Zəmzəm suyuna yaxınlaşdınmı? Tərəf deyir, bəli. Zəmzəm suyuna yaxınlaşanda niyyət etdinmi ki, itaət yolunda yüksəlmişəm və gözümü günahlardan çəkmişəm? Şibli dedi, Seyd, dedi, xeyr. İmam Əleyhisselam buyurdu, elə isə sən zəmzəm suyunu görməmsən və ondan içməmisən. Sonra buyurdu, Səfa ilə Mərva arasında səy etdinmi, qaçdınmı? Onların arasında qaçdınmı? İmam Əleyhisselam buyurdu, Səfa ilə, o dedi, bəli. İmam buyurdu ki, Səfa ilə Mərva arasındakı bu qaçışda niyyət etdinmi ki, bu Allahdan qorxu və ümid arasında bir haldır. Allahın ümidi ilə qorxusunun arasında qaçıram. Ümidindən qorxusuna, qorxusundan ümidinə qaçıram. Bunu niyyət elədinmi? Dedi, xeyr. İmam buyurdu, elə isə nə səy eləmsən, nə də Səfa ilə Mərva arasında qaçmısan. Ay hacılar. Sonra İmam Əleyhisselam buyurdu, Məkkədən çıxıb Minaya getdinmi ki? Dedi, bəli. Dedi, Minaya getdiyin zaman dilinlə, qəlbinlə və əlinlə insanlara özündən zərər yetirməyəcək və niyyət etdinmi? Mənim əlimdən, dilimdən heç kimə zərər gəlməyəcək. Niyyətini etdinmi? Dedi, xeyr. İmam buyurdu, o zaman sən Minaya da getməmisən. Sonra İmam buyurdu, Ərəfə, ki əsas yerdir də, Ərəfədə vüquf etdinmi? Gecə gedib qalırsan da. Bilirsiniz nə bəlalı yerdir ora. Allahın ecazına həclər bilir də. Əqrəb məkanıdır ya. Əqrəb diyarıdır. Tamamən əqrəb diyarıdır. Kullənə.
Amma Ərəfə vaxtı bir dənəsi tapılmaz. Gedib batırlar yerin dibinə. Nə olurlar, yoxa çıxırlar. Heç bir dənə də yoxdur, qalmır ha. Ərəfə günü. Sən qabaqdan getməmişdən qabaq təxəyyül yaradır Allah belindəki Ərəfə, məhşər. O məhşərə girməmişdən qabaq bir qəbir var ki, ora əqrəblər yurd tutur. O əqrəbləri sən üçün gizlədirəm burada. Eləyə bilərsən, sən də Ərəfatdan elə çıxasan ki, mən sənin qəbrinə o əqrəbləri gizlədim. Qoymayım o əqrəblər sənin qəbrinə gəlsinlər. Gizlədərəm. Buyurur, Ərəfədə, İmam buyurur, Ərəfədə vüquf etdinmi? Rəhmət dağına qalxdınmı? Orada cəmərət yerlərində dua etdinmi? Cəmərət şeytan daşını dedi, bəli. İmam buyurdu, Ərəfədə dayandığın zaman uca Allah sənin gizli sirlərindən və qəlbindən xəbərdar olduğunu dərk etdinmi? Bildinmi Allah sənin bütün gizli sirləri bilir, gizlində başqarda elədiklərini bilir. Onun sənə aid olan bütün daxili hallarını bildiyini dərk etdinmi? Dedi, xeyr. İmam buyurdu, rəhmət dağına qalxdığın zaman niyyət etdinmi ki, Allah hər bir mömin kişi və qadına rəhm edir. Bu rəhməti ürəyində hiss elədinmi ora qalxanda? Dedi, xeyr. İmam buyurdu, Müzdəlifəyə getdinmi? Oradan xırda daşlar götürdünmü? Və Məş'ərul Həramdan keçdinmi? Dedi, bəli. İmam buyurdu, Müzdəlifədə o daşları yerdən götürdüyün zaman niyyət etdinmi ki, özündən hər bir günah və cəhaləti çıxardırsan və onun əvəzinə elm və salih əməli daxilində yerləşdirirsən? Dedi, xeyr. Buyurdu, o halda sən nə Müzdəlifədə gəzmirsən, nə də o daşları götürmüsən. Ki, yersən, daş yığırsan, orada şeytanı daşlamağa. Sonra İmam buyurdu, Minada namaz qıldın, cəmərələri daşladın, şeytanları daşladın, saçını kəsdin, qurbanlıq heyvanını kəsdin, Məkkəyə geri döndün, əlavə təvaf elədin ki, qaydanda nisa təvafını edirsən. Buyurdu, bəli. İmam buyurdu ki, Minaya yetişdiyin zaman, şeytanları daşladığın zaman niyyət etdinmi ki, məqsədivə çatmısan və hacətlərin qəbul olub. Axı, Ərəfatdan çıxmısan. Kim Ərəfatdan çıxandan sonra şəkk eləsə ki, mən bağışlandım, yoxsa bağışlanmadım, o günə ki, mən böyük günah eləmiş sayılır. O günə kimi elədiyi ən böyük günah odur. İndi deyirsən, Ərəfatdan çıxıb getmirsən axı şeytanları daşlamağa. Hiss elədin daşı atanda ki, artıq sən bütün hacətlərin rəva olub və sən tərtəmizsən, paksan. Bunu hiss elədin? Dedi, xeyr. Dedi, saçını qıxdığın zaman niyyət etdinmi, murdarlıqda paklanırsan, hiss etdinmi, elə bir hal alırsan ki, sanki anadan yeni doğulmusan? Dedi, xeyr. Dedi, qurbanımı kəsdiyin vaxt niyyət etdinmi ki, öz nəfsünün boğazını kəsirsən və İbrahim kimi, İbrahimə tabi olursan. Bax, qurbanlığın mahiyyəti budur. O heyvanın başını kəsməyin mahiyyəti budur ki, mən tamahlarımın başını kəsirəm. Qurban o şəkildir sadəcə olaraq. Bir fəqiri sevindirəcəm onun əti ilə. O şəkildir. Mahiyyət budur ki, mən tamahımın və nəfsimin başını kəsirəm. Necə ki, o oğlunun, yəni bunu eləməklə İbrahimə tabi oluram. Necə ki, o oğlunun başını kəsməkdən ötürü hazır idi öz oğlunun başını kəsməyə. Dedi, xeyr, bu niyyətlərdə olmamışam. İmam buyurdu, Məkkəyə qayıdıb əlavə təvafı yerinə getirdiyin vaxt niyyət etdinmi ki, yenidən Allahın rəhmətinə qayıdıram. Onun itaətinə qayıdıram və ona yaxınlıq istəyirəm. Dedi, xeyr. İmam buyurdu, o halda sən nə Minaya getmirsən, nə cəmərələri daşlamısan, nə başını qıxmısan, nə qurban kəsmisən, nə əlavə təvaf eləmisən. Sən Allah dərgahına yaxınlaşmamısan, çünki sən həqiqi həcci etməmisən. Həqiqi həcci yerinə yetirməmisən. Nəhayət Şibli həccindəki səhlənkarlığa görə nalə və fəryad qopardır, ağlamağa başlayır və daima həccin ədəb qaydalarını öyrənməyə başlayır ki, gələn il həcci mərifət və yəqinlə yerinə yetirsin. Müstədrəkül Vəsail və Müstənbitül Məsail, cild 10, səhifə 166.